Bismillah və elhamdülillah və salatu və selamu ala Rasulillah əmmə ba'd. Assalamu aleykum və rahmetullahi və barakatuhu. Davam edirik Tövhid kitabının şərhinə və biz ikinci fəsildə idik. Tövhidin fəziləti və günahlara kəffarə olması. Qaləl-musannifu rahiməhullahu teala. Müəllif Allah ona rəhmət etsin buyurur ki: "Və lehuma fi hadisi itban fa innallaha harrama alan-nar men qala la ilahe illallah yebtagi bizalika vechallah." Və lehuma yəni qayıdır kimə? Buxari və Müslimə. Fi hadisi itban. İtbanın hədisində Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, Allah yəni cəhənnəmə haram edib, Allahın üzünü Allah'a qəsd edərək və Allahın rızasını axtararaq la ilahə illallah deyən kimsəni. Yəni mövzuya keçməmişdən qabaq bir şey deyim sizə. Bundan öncə bu fəsildə ilk gətirilən dəlil nə oldu? La ilahə illallahın ümumi mənası. Kim la ilahə illallah deyərsə, Muhammed onun qulu və rəsul deyərsə, İsa onun qulu və rəsul deyərsə, Məryəmə atılmış bir kəlamdır, ondan ruhdur, cənnət haqdır, cəhənnəm haqdır deyərsə, hansı əməl üzərində olur olsun, Allah onu cənnətinə daxil edər. Fikir verin, müəllif bu dəlildən sonra ikinci dəlili artıq ümumi yox, qeydlərlə gətirir. Bu kəlməni qeydlərlə gətirir. İlk qeyd nə oldu? Yəbtəqi bizəlikə vəchallah. Allahın rızalığını, Allahın üzünü axtararaq bu kəlməni deyərsə. Qavluhu və ləhumə ey lil-Buxari Muslim fi sahihimə bikəməlihi və həzə tərfun min hədisi tavil əxrəcəhu şeyxən. Yəni, ləhumə qayıdır Buxari və Müslimə. Yəni, Buxari və Müslim bu hədisi tam şəkildə rəvayət edib. Çünki bu hədis uzun hədisdir. Müəllif şahid qismini gətirib burada. Yəni, hansı qismi? İnnallahə harrama ələnlər mən qal la iləhə illallah yəbtəği bizəlikə vəchallah. Bu hissəsini gətirib. Əslində hədis uzun bir hədisdir. Və itbən bi kəsr muhmələ bə'dəmə musannətə fəvqiyyə thumma muvahhidə İbn Malik İbn Amr İbn Icdan Əl-Ənsariyyü min Bəni Sələmə bin Avf sahabiyyun məşhur mətə fi xilavəti Muaviyyə. Yəni, İtbənin nəsəbi və Muaviyyənin xilafəti dövründə vəfat edib İtbən radiyallahu anh. Və əxrəcəhul Buxariyyu fis-sahihi. Buxari öz səhihində bi sənədi ən Qətədə, yəni Qətədəyə qədər gedən sənəddə deyir ki, həddəsənə Ənəs İbn Məlik. Ənəs İbn Məlik belə rəvayət etdi. Ənnən nəbiyyə sallallahu aleyhi və səlləm və Muazun radifəhu alər-rahli. Peyğəmbər sallallahu aleyhi və səlləm və Muaz da onun arxasındaykən, yəni tərkinin arxasındaykən deyir ki, ya Muaz, ey Muaz. Və Muaz deyir ki, ləbbeyk ya Rasulallah və səldeyk. Əmrindəyim, əmr et, buyur, ey Allahın elçisi. İkinci dəfə səslənir, ya Muaz, ey Muaz. Deyir ki, ləbbeyk ya Rasulallah və səddeyk. Buyur, əmrindəyəm, əmr et. Üçüncü dəfə Allah Rəsulü deyir ki, ya Muaz. Deyir, ləbbeyk ya Rasulallah və səddeyk. Sələhən. 3 dəfə bu söz deyir. Qal, mə min əhədin. Hədisə diqqət edin. Mə min əhədin. Yəşhədu ən la ilahə illallah və ənə Muhammedən Rasulullah sidqən min qalbihi illə hərrəmallahu teala ələn-nər. Görürsünüz, yenə qeydli şəkildə. Deyir ki, kim Allahın haqq məbud olduğuna, Muhammedin onun rəsulu olduğuna sidq qəlb ilə şəhadət verərsə, burada da artıq sidq qəlbi qeyd olaraq gətirir. Allah cəhənnəmə onu haram edər. Yəni, cəhənnəmi onun üçün haram edər. Yəni, ilk hədisdə qeyd nədir? Allahın üzünü axtararaq bu kəlməni demək. İkinci hədisdə qeyd sidq qəlblə bu kəlməni demək. Artıq qeydlər gəlir kəlmə-i şəhadətdə. Deyir ki, qalə ya Rasulallah, Muaz deyir, əfələ uxbiru bihənnəs və yəstəbşiru. İnsanlara bunu xəbər verim və onları sevindirimmi? Qal,
İdən deyir ki, yox, idən yəttəkilu, onlar arxayın düşərlər. Və əxbəru bihə Muaz ində mevtihi təəthimən. Yəni, Muaz bunu ölümünə yaxın xəbər verir, yəni, elmi gizlətmək qorxusundan. Və saqa bi sənədi əxir, başqa bir sənəddə isə bu hədis, Mu'təmirin hədisində deyir ki, Samiyyətü əbi, atamdan eşitdim ki, qal, Samiyyətü Ənəs, o da deyir ki, mən Ənəsdən eşitdim. Qalə zükrə li ənəl nəbiyyə sallallahu aleyhi ve sellem qalə li Muaz ibn Cəbəl. Deyir, mənə zikr olunub belə deyildi ki, Allah nəbisi sallallahu aleyhi ve sellem Muaza belə dedi. Mən ləqiyallaha lə yüşrikə bihi şeyən dəxələl cənnət. Kim Allaha şərik etmədən qovuşarsa, Allah onu cənnətinə alar. Şərik etmədən, Allaha şirk etmədən qovuşarsa, Allah onu cənnətinə alar. Qalə əfələ ubəşşirun nəs, deyir ki, insanları müjdəliyim mi? Qal, lə inni əxafə ən yəttəkilu, mən qorxuram ki, onlar arxayın düşər. Qultu, mən deyirəm, kim deyir müəllif, şərhçi, Abdurrahman bin Həsən, deyir ki, və təbəyyənə həzə siyaq mənə şəhədətin ən la iləhə illallah. Deyir, bu gətirilən hədislərlə, bu cümlələrlə artıq la iləhə illallah şəhadətinin mənası bəyan oldu. Və ənəhə tətədəmmənu tərəkə şirk limən qaləhə bi sidqin və yəqinin və ixlasin. Deyir ki, həmin o şəhadət kəlməsi özündə nəyə əhatə edir? O kəlməni sidqlə deyən, yəqinliklə deyən və ixlasla deyənin şirki tərk etməsini. Və qalə Şeyxülislam və qeyrihi fi həzəl hədisi və nəhvə. Şeyxülislam və başqaları bu və buna bənzər hədislər haqqında belə deyirlər. Yəni, qeydli hədislər haqqında belə deyirlər. Hansı ki, şəhadət kəlməsi orada qeydlə gəlir. Deyirlər ki, ənəhə fimən qaləhə və mətə əleyhə. Bu, o kəlməni deyib və onun üzərində ölənlərə aiddir. Kəmə cəət müqayyidətən bi qavli xalisən min qalbihi qeyri şəkki fiyhə bi sidqin və yəqin. Necə ki, həmin o kəlmələrdə qeydlər necə gəlib, kim onu xalis qəlbdən deyərsə, şəksiz, şübhəsiz, sidq ilə, yəqinliklə. Və bunu deyib, bunun üzərində ölənlər. فإن حقيقة التوحيد انجذاب الروح إلى الله Teala cümleten. Çünkü tövhidin həqiqiliyidir. Həqiqiliyi. Tamamıyla insanın ruhunun Allah Azza ve Celle'ye yönelmesidir. Tamamıyla insanın ruhunun Allah Azza ve Celle'ye yönelmesidir. Tamamıyla. فَمَنْ شَهَدَ أَنْ لَا إِلَٰهَ إِلَّا اللّٰهِ خَالِسًا مِنْ قَلْبِهِ دَخَلَ الْجَنَّةِ. Kim qəlbində xalis olaraq kəlmə-i şəhadət kəlməsini deyərsə və ixlaslı olarsa, o cənnətə daxil olar. Nəyə görə cənnətə daxil olar? Bunu qəlbinlə ixlas şəkildə deyən. Lə'ənnəl ixlasə huvə incəzəbu qalb iləllahi Teala və ən yətubə minəz-zunub və təvbə nasuhən. Çünki deyir, ixlas qəlbin Allaha tərəf yönəlməsi, bütün günahlardan tövbə etməsi və nasuh tövbə etməsidir. Və izmətə ələ tilkəl həl nələcəlik. Əgər bir insan bu halda ölərsə, yəni vəd olunan bütün şeyləri əldə edər. Yəni kim bu qeydlər altında ölərsə, vəd olunan nədir? Cənnət onu əldə edər. فَإِنَّهُ قَدْ تَوَاتَرَ الْأَحَادِيثُ بِأَنَّهُ. Çünki mutavatir hədislərdə varid olub ki, يخرج من النار من قال لا إله إلا الله وكان في قلبه من الخير ما يزن شعيرة وما يزن خردلة وما يزن ذرة. Çünki deyir, mutavatir hədislərdə qeyd olub ki, cəhənnəmdən çıxarılacaq kim la ilahe illallah deyən kəslər cəhənnəmdən çıxarılacaq. Qəlbində yəni buğda qədər xeyri olan və ya xardal dənəsi qədər xeyri olan və ya zərrə qədər xeyri olan kəs çıxacaq. Mutavatir hədislərdə varid olub. Kim la ilahe illallah deyərsə və qəlbində, bax bu hədisə diqqət edin, dərsin axırı Qurtubinin bu hədis haqqında şərhi olacaq, tənbihi olacaq.
Fikir verin, necə deyərsə, kim la ilahe illallah deyərsə, cəhənnəmdən çıxacaq. O la ilahe illallah deyən, hansı ki onun qəlbində buğda qədər xeyir var və ya xardal dənəsi qədər xeyir var və ya zərrəcik qədər xeyir var. Həmin bu xeyir nədir? Dərsin axırı deyiləcək sizə bu xeyir nədir? وتوارث بأن كثيرا ممن يقول لا إله إلا الله يدخل النار ثم يخرج منها. Həmçinin mutawatir hədislərdə varid olub ki, la ilahe illallah deyən kəslərdən bir qrup cəhənnəmə girəcək və sonra oradan çıxacaq. وتواتر بأن الله حرم على النار أن تأكل أثر السجود من بني آدم فهؤلاء كانوا يصلون ويسجدون لله. Həmçinin mutawatir hədislərdə varid olub ki, Allah Taala səcdə izlərini cəhənnəm üçün haram edəcək. Yəni cəhənnəmə düşən müsəlmanın səcdə izlərinə od toxunmayacaq. Onlar kimlərdir? Namaz qılan, səcdə edənlər. Bu nə deməkdir? Yəni namaz qılan, səcdə edən belə cəhənnəmə düşəcək. وتواترا بأنه يحرم على النار من قال لا إله إلا الله وشهد أن لا إله إلا الله وأن محمد رسول الله لكن جاءت مقيدة بالقيود الثقال. Həmçinin də mutavatir olaraq xəbərlər gəlib ki, şəhadət kəlməsini deyənə cəhənnəm haramdır. Yəni kim la ilahe illallah deyərsə və Muhammed Rasulullah deyərsə, lakin hansı şəhadət kəlməsinə deyənləri cəhənnəm haramdır? Ağır qeydlə qeyd olunanlar, sidq qəlblə, Allahın üzünü axtararaq. Yəni bu qeydlə olan şəhadət kəlməsini deyənlər üçün cəhənnəm haramdır. Niyə? Çünki onlar o qeydlərə riayət ediblər. Yəni la ilahe illallah kəlməsinin mənasını bilərək və onun gərəkdirdiyi şeyləri əməl edərək və onun üzərində ölərək bu dünyadan köçüblər, həmin onlar üçün cəhənnəm haramdır. Çünki nə deyir? Çünki onlar ağır qeydlə gələnlərdir. Yəni kəlmə-i şəhadətdə o qeydlər ki var, o qeydlər üzərində ölənlərdir. Və əksəru mən yəquluhə lə ya'riful ixlas. Şək yoxdur ki, deyir, kəlmə-i şəhadəti deyənlərin əksəriyyəti, çoxu, ixlası bilmir. Və əksəru mən yəquluhə innəmə yəquluhə təqlidən və ədətən və ləm yuxalitul iman və şəhətətə qalbəxu. Deyir, onların çoxusunu deyənlər ki var, kəlmə-i şəhadətin deyənlərin əksəriyyəti təqlid edib deyib, adət olaraq deyiblər. Hansı ki, onların qəlblərinin divarlarına iman qarışmamışdır. Çünki adət olaraq deyirlər, la ilahe illallah. Çünki təqlid edərək deyirlər, la ilahe illallah. Hansı ki, la ilahe illallahın o imanı qəlb divarlarına qarışmayıb o iman. Sadəcə adətə görə deyirlər və təqlid edib deyirlər. Babalarımız deyib, biz də deyək. Və qalibun mən yuftinu ində mevti və fil quburi əmsəlu həulay. Deyir, əksər hallarda qəbirdə və ölüm anında imtihan olanlar bu kəslərdir. Kəmə fi hədis, necə hədisdə gəlibsiz, səmitun nəs yəqulu şeyən fəqultuhu. Deyir, mən insanlara eşitdim, nəsə deyirlər, mən də dedim. Yəni təqlid olaraq, mən də dedim. Lakin qəbirdə onu deyənmir. Niyə? Çünki şərtlər var idi. La ilahe illallah, qeydlər var idi. Yoxdur o qeydlər onda. Adət üzrə deyib, təqlid edib deyib. Və qalibun əməlu həuləy innəmə huvə təqlidun və iqtidaun bi əmsəlihim. Və bunların əməllərinin, yəni bu kimsə kimi kimsələrin adətən əməlləri, yəni təqlid olaraq edirlər əməlləri. Və hum min əqrabən nəs min qavlihi təalə. Və o elə insanlardır ki, həmin o insanlar Allah Taala'nın bu ayəsinin hökmündədirlər. Allah Taala buyurur ki, İnnə vəcədnə əbəənə alə ümmətin. Biz babalarımızı bir ümmət, yəni bir din üzərində gördük. Və innə alə əsərihim muqtədun. Və biz onların izləri üzərində gedirik. Yəni təqlid eləyirlər. Babamız belə deyib, biz də belə deyirik. Fəhinə izin fələ müfətə beynəl əhədis.
Demək, buradan belə çıxır ki, hədislər arasında əslində heç bir ziddiyyət yoxdur. Niyə? Çünki biz dedik ki, bir qrup hədislər gəlib ki, La ilahə illallah deyənlər cəhənnəmdən çıxarılacaq. Hansı ki, onu deyənlərin qəlbində buğda qədər xeyir var, xardal qədər xeyir var və ya zərrə qədər xeyir var. İkinci hədislər o hədislərdir ki, o hədislərdə qeyd olunub ki, kim la ilahə illallah deyərsə cəhənnəmə girər, sonra oradan çıxar. Üçüncü hədislər mutavatir gəlib ki, o səcdə yerlərinə toxunmayacaq. Nə deməkdir bu? Yəni ora girənlər namaz qılan, yəni səcdə edənlər olub ki, o toxunmur o səcdə izlərinə. Və üçüncü də biz dedik ki, dördüncü hədislər gəlib necə? Bəzi insanlar olacaq ki, cəhənnəm onlar üçün haram olacaq. Onlar hansı insanlardır? O ağır qeydləri əməl edən insanlar. Yəni kim la ilahə illallah deyərsə, Allahın üzünü axtararsa və qəlbində ixlas şəkildə deyərsə, yəni qeydləri əməl edən insanlar üçün cəhənnəm haramdır. Və innəhu izə qaləhə bil ixlas və yəqin təm. Əgər o, yəni bir insan o kəlməni ixlaslı şəkildə, tamına yəqinliklə dediyi zaman ləm yəkun fi hədil həl musərrən ələ zənbin əslən. O deyir, heç vaxt günahda israrlı şəkildə olanlardan olmaz. Bir adam ki, la ilahə illallah kəlməsini ixlaslı şəkildə və yəqin olaraq deyirsə, mümkün deyil o, həmin kəs əslən günahlar üzərində israrçı olsun. Mümkün deyil belə kəs. Yəni, mümkün deyil bir adam ixlaslı şəkildə la ilahə illallah desin və bunu yəqinliklə desin, lakin günahlarda israrlı olsun. Belə bir şəxs yoxdur. فَإِنَّ كَمَالَ إِخْلَاسَهُ وَيَقِينَهُ يُوجِبُ أَنْ يَكُونُ اللّٰهَ حَبَّ إِلَيْهِ مِنْ كُلِّ şeyin. Deyir, onun ixlasının və yəqinliyin kamil olması vacib edir ki, o, Allah onun üçün bütün şeylərdən sevimli olsun. فَإِذَنْ لَا يَبْقَ فِي قَلْبِهِ إِرَادَةٌ لَمَّ حَرَّمَ اللّٰهُ وَلَا كَرَاهَةٌ لَمَّ أَمَرَ اللّٰهُ. Deyir, belə insanların qəlbində Allahın haram etdiyi şeyləri iradə etmək yoxdur. Və Allahın əmr etdiyi şeylərə də yəni kərahə yoxdur belə insanlarda. Çünki ixlası və yəqini elə kamildir ki, o Allahı hər şeydən çox sevir və onun qəlbi Allahın haram etdiyi şeyləri iradə etmir, əmr etdikləri şeylərə də nifrətlə baxmır. Və həzə huvəl-ləzi yəhrumu ələnnər. Bu kimsələrdir. Bu kimsələrdir ki, cəhənnəm onlar üçün haramdır. Və inkənə ləhu zənubun qablə zəlik. Baxmayaraq ki, bunların daha öncə günahları olsa da fi innə həzəl iman və həzəl ixlas və həzəl təvbə və həzəl məhəbbə və həzəl yəqin lə tətrukə ləhu zənbən illə mühə ənhu kəmə yəmhul leylun nəhər. Çünki deyir, onda olan iman. Hansı ki, bundan qabaq günah var idi. Lakin onda olan iman, onda olan ixlas, onda olan tövbə, onda olan sevgi, onda olan yəqin bütün günahları tərk etməyə və bütün günahları silməyə apar. Necə ki, gecənin gündüzü sildiyi kimi. Və izqaləhə alə vəchil kəməlil məni minəşşirkil əkbər vəl-əsqar və həzə qeyr musərrin alə zənbin əslən. Deyir, o kəs kamil şəkildə la ilahə illallah deyərsə, hansı ki, onun dediyi o kəlmə onu həm böyük, həm kiçik şirkdən çəkindirib, yəni nə böyük şirki var, nə kiçik şirkə düşür. Belə bir kəs deyir, mümkün deyil ki, günahların üzərində israrlı olsun. Və yuxfəru ləhu və yəhrum ələnnər. Deyir, həmin kəs bağışlanacaq və o ona haram olacaq. İndi bildiniz, la ilahə illallah demək nə deməkdir yəni? Bu birinci sinif insandır. Və in qaləhə alə vəkil xaləs bihi minəşşirkil əkbər dunəl əsqər.
Lakin əgər o kəlməni deyərsə və o kəlməni deməklə böyük şirkdən canını qurtarıb, lakin kiçik şirkə düşür. وَلَمْ يَأْتِ بَعْدَهَا بِمَا يُنَاقِضُ ذَلِكَ və ondan sonra da böyük şirki pozacaq bir şeylərlə gəlməyib. وَهَذِهِ الْحَسَنَةُ لَا يُقَاوِمُهَا شَيْءٌ مِنَ السَّيِّئَاتِ onun o həsənəti var ha, o tövhidi. Pislikdən heç nə buraxan deyil. Deyək ki, bir insandır, birinci qrup insan hansıydı? Dediyi la ilahe illallah kəlməsi elə ixlaslı, elə yəqin kəlmə, elə yəqinliklə deyib ki, və qeydləri yerində həm böyük şirkdən, həm kiçik şirkdən o kəlmə onu qoruyub. Və beləliklə günahda israrlı olmayıb, Allah Teala onu bağışlayıb və cəhənnəmə onu haram edib. İkinci qrup insanda elə la ilahe illallah var ki, böyük şirkə düşməkdən onu qoruyub, lakin yəni kiçik şirkə düşür. Belə insanların həsənəti günahlarını üstələyəcək. Niyə? Çünki tövhidin həsənəti ucadır. Böyük şirkə düşməyib baxır. Ucadır tövhidin həsənəti. وَيَرْجِهُ بِهَا مِيزَانُ الْحَسَنَاتِ onun deyir, yaxşılıq tərəzisi, tərəzin o gözü ağır gələcək. Necə Bitaqa hədisində. Və o da ona haram olacaq. وَلَكِنْ تَنْقُسُ دَرَجَتُهُ فِي الْجَنَّةِ بِقَدْرِ ذُنُوبِهِ lakin onun günahı miqdarında cənnətdəki dərəcəsi naqisləşəcək. وَحَازَ بِخِلَافِ مَنْ رَجَّحَتْ سَيِّئَاتُهُ بِحَسَنَاتِهِ deyir, bu nəyin müxalifinədir? Günahları, savabını keçənlər. Bu üçüncü dərəcədir. Üçüncü sinif insan gəlib, günahları ağır basıb. وَمَاتَ مُصِيرًا عَلَى ذَلِكَ və bunun üzərində israrlı olub, bunun üzərində ölüb. يَسْتَوْجِبُ النَّارِ və o ona vacib olur. وَاِنْ قَالَ لَا إِلَهِ إِلَّا اللّٰهِ La ilahe illallah desə belə. Və xələsə bihə minəşşirkil əkbər deyək ki, böyük şirkdən qurtulsa belə. Ləkinnəhu ləm yəmut ələ zəlik lakin o bunun üzərində ölməyib. Bəl ətə bə'də biseyyiəti rəccəhət ələ həsənəti təvhidi deyir, elə günahlardan gəlib ki, tövhid həsənəsini üstəliyib o günahlar. Fəinnəhu fi həli qavlihə kənə muxlisən bundan öncə Allah o la ilahe illallah kəlməsini ixlaslı şəkildə desə belə. Lakinnehu ətə bi zunubin əvhənə zəlik təvhid vəl-ixlas. Lakin deyir, o elə günahlarla gəlib ki, bu tövhidi bir ixlası məhv eləyib, zəiflədib. Və deyir, odun günahları qüvvətlənib. O qədər qüvvətlənib ki, onu yandırıb. Bi xilafil muxlis mustəqim. İxlaslı və yəqinliyi olanın xilafına. Fə innə həsənətəhu lə təkunu illə raciətən ələ seyyəti. Çünki onun həsənəti mümkün deyil, yəni pisliyini ağır basacaq. Və lə yəkun musirən ələ seyyət. O kəsdir ki, günahları üzərində israrçı olmuyor. Fə inmət ələ zəlik dəxələl cənnə. O, bunun üzərində ölərsə cənnətə daxil olar. فَإِنَّمَا يُخَافُ عَلَى الْمُخْلِسِ أَنْ يَأْتِ بِسَيِّئَةِ رَاجِحَةٍ deyir, o ixlaslı şəxsdən qorxulur ki, o deyir, ağır günahlarla gəlir. Hansı? Yəni, la ilahe illallah deyib. Yəni, qapını ört. Yəni, la ilahe illallah deyib. Sadəcə ağır günahlarla gəlib. Və imanını zəiflədib. O kəlməni deyib, lakin ixlassız, yəqinsiz deyib. Elə deyib ki, onda nə o ixlas, nə o yəqin olub ki, onu bütün günahlardan əngəlləsin. Deyib, la ilahe illallah deyir. Lakin elə deyir ki, orada ixlas və yəqinlik gücü çatmır ki, onu günahlardan qorusun.
Deyir də adam la ilahe illallah deyir. La ilahe illallah deyir. Lakin onun dediyi la ilahe illallah o qədər zəifdir ki, rukunları var, o qədər zəifdir ki, onu günahlara düşməkdən əngəlləyə bilmir. Və yuxşə aleyhi minəşşirkil əkbər vəl-əsğər deyir, həmin adam üçün böyük və kiçik şirkdən qorxulur. Və in sələmə minəl-əkbər bəqiyə məhu minəl-əsğər deyir, laf böyük şirkdən deyir, salamat qalsa da, kiçik şirkə düşməyi an məsələsidir. Həmin deyir, bu günahlar o qədər çoxalır ki, hətta şirkə qədər gəlib çıxır. Və günah olan tərəf ağır basır. Çünki qardaşlar, bir mənalı olaraq günahlar, şək yoxdur ki, günahlar فَإِنَّ السَّيِّئَاتَ تُدْعَفُ الْإِيمَانِ وَالْيَقِينِ Günahlar imanı və yəqinliyi azaldır, zəiflədir. Yəni, insan etdiyi hər günah onun imanının, onun yəqinliyin zəifləməsinə səbəbdir. Görün, necə zincir kimi gətirəcək indi. Və yud'afu qavlu la ilahe illallah və o günahlar o qədər səni zəiflədir, o qədər yəqinliyi aparır. Artıq la ilahe illallah kəlməsinin səni qoruyacaq gücü qalmır. O günahlar qəlbində ixlasın olmasına mane olur. Həmin o la ilahe illallah deyən o kəs ki var ha, sanki yuxulu adamın la ilahe illallah dediyi kimi. Və yaxud da nəyə bənzəyir? Quranı gözəl səslə oxuyur. Lakin ondan nə zövq alır, nə şirinlik alır. Və həuləi ləm yəquluhə bi kəməli sidq və yəqin. Deyir, həmin o kəslər la ilahə illallah kəlməsini sidqlə, yəqinliklə, kamil bir sidq və kamil bir yəqinliklə deməyənlərdir. Bəl yətunə bədəhə bis-seyyiət tanqudu zəlik. Onlar deyir, o kəlmədən sonra elə günahlarla gəliblər ki, pozub artıq o la ilahə illallah. Bəl yəqulunəhə min qeyri yəqin və sidq. Onu yəqin və sidqsiz deyirlər. Və yəmutuna ələ zəlik və bunun üzərində də ölürlər. Deyir ya, la ilahə illallah deyir, ölən. Elə zəifli, elə ixlassız deyib ki, onun üzərində ölüb. Və ləhum seyyiətun kəsirətun təmnəuhum min duxulil cənnə. Lakin bununla yanaşı deyir, onun o qədər böyük günahı var ki, onun cənnətə daxil olmağına mane olur. Hətta o sözü desə belə. Və izə kəsurə zunub fəqulə ələl-lisəl qavluhə. Deyir, günahlar çoxalanda artıq la ilahə illallah demək dilə ağır gəlir. İnsan deyə bilmir la ilahə illallah. Günahlar o qədər çoxalır ki, artıq dilimə belə la ilahə illallah zikri sənə ağır gəlir, deyə bilmirsən. Və qassa qalb ən qavlihə. Həmin deyir, qəlb la ilahə illallah sözünə qarşı sərtləşir. Sərtləşir. Və kərihəl əməl əs-salih. Salih əməl onun üçün artıq yaxşı görünmür. Yəni o qədər günahlarla gəlir və günahlar üzərində israrlı olur ki, artıq la ilahə illallah kəlməsini demək onun dilinə ağır gəlir və qəlb o zikirdən daşdaşır. Və salih əməllər də onun üçün pis gəlir, ağır gəlir. Əsəqulə əleyhi simə'ül Qur'an. Həmsinin Quran dinləmək də ona ağır gəlir. Və səbşiri bi zikri qeyrihi. Başqalarının zikri ilə sevinir. Yəni Allah və onun şəriəti yox. Başqa şeylər zikr olanda özünə gəlir. Başqa şeylər yəni. Şəriət ağır gəlir də ona. Və tməənnə iləl bətil. Batil şeylər ilə rahatlıq tapır. Və səhəllər rəfs. Və pis şeylər ona gözəlləşir.
və muxalatatu əhlil batil və batil əhli ilə qarışır. Və kərihə muxalatu əhlil haqq. Haqq əhli ilə qarışmaq ona ağır gəlir, pis gəlir. Sevinmir, irgənir, diksinir, rahatlıq tapmır haqq əhli ilə oturanda. Günahlar o qədər çoxalır və o qədər israr olur ki, həmin kəs la ilahe illallah demək dilinə ağır gəlir, la ilahe illallah eşidəndə qəlbi daşlaşır, salih əməllər ağır gəlir, Quran eşitmək belə ona ağır gəlir, haqq əhli ilə oturmaq ona ağır gəlir. Necə haqq əhlini bu dəqiqə min cür adla adlandırırlar. Və mislu həzə izqaləhə qalə bilisanihi mə leysə fi qalbihi. Lakin deyir, belə adamlar la ilahe illallah desə belə, onlar qəlbində olmadığını dili ilə deyənlərdir. Və bi fəhmi mə la yusaddiquhu əməluhu. Deyir, ağzı ilə deyir, lakin əməli ağzı ilə dediyini təsdiq etmir. Ona görə Həsən el-Basri deyir ki, leysəl imanu bittəhəlli və la bittəmənni. Deyir, iman təmənni, süslənmiş bir şey deyil yəni. Vəlakin mə vəqara fi qulub və saddaqathul əməl. Lakin iman deyir, qəbdə olan o vəqar, ağırlıqdır ki, əməl onu təsdiqləyir. Fəmən qalə xeyrən və əmələ xeyrən qubilə minhu. Kim xeyr deyib, xeyr əməl edərsə, ondan qəbul olunar. Fəmən qalə xeyrən və əmələ şərdən ləm yuqbəl minhu. Kim xeyr deyib, şər əməl edərsə, ondan o qəbul olunmaz. Ona görə deyirlər ki, Əbu Bakır heç kimi çoxlu oruç tutmaqla, çoxlu namaz qılmaqla keçməyib. Lakin o, qəlbində olan ağırlığa görə hamını keçib. Fəmən qal la ilahe illallah və ləm yəqum bimuvcəbəhə. Kim şəhadət kəlməsini deyərsə, lakin onun gərək, yəni vacib, onun vaciblərini iqamə etməzsə, bəl iqtəsəbə məzəlik zunubən, əksinə la ilahe illallah deməklə hələ üstünə də günahlar qoyarsa, bir adamdır la ilahe illallah deyir, lakin onun gərəkdirdiyi şeyi əməl etmir, hələ üstünə də günah qoyur, deməklə yanaşı günah qoyur və kənə sadiqən fi qavlihə muqinən bihə, lakin la zunubun əzəfəz sidqəhu və yəqinəhu. وانفاد إلى ذلك شرك الأسفل العملي ورجحت هذه السيئات على هذه الحسنة ومات مصيبا على ذنوب. Deyir ki, o deyir sadiq olsa da qövlündə və yəqin olsa da, lakin elə bir günahlarla, deyir də la ilahe illallah deyir bu adam. Sadiq yəqinliklə deyir, la ilahe illallah deyir, bir müsəlman la ilahe illallah deyir. Həqiqətən ixlaslıdır dediyində. Lakin onun gərəkdiyi şeyə əməl etmir. Amma deyir ixlaslan, la ilahe illallah deyir. Lakin əməl etmir, hələ üstünə də günah qoyur. Bunun üstünə də günah qoyur. Həmin o günah, onun ilk dəfə la ilahe illallah dediyi o sidqi, o yəqinliyi zəiflədir. İşin başında bu adam ixlasla və yəqinliklə la ilahe illallah deyir işin başında. Lakin əməl etmir deyə o kəlməyə. Plus günahlar qoyur. Həmin günahlar onun ilk başda dediyi o sidqi, o yəqinliyi zəiflədir. Əməl etmir axı. Əksinə günah edir, zəiflədir. Və buna da kiçik şirki əlavə edir. Həmin o günahlar ağır gəlir həsənətlər və bunun üzərində də israrlı edib ölür. Nəyə müxalif olaraq? O kəlməni yəqinliklə, sidqlə deyənlərə müxalif olaraq. Hansı ki, o qeydləri əməl edir və əsla günahlarda israrlı olmur. Və yaxud da o elə bir tövhidlə gəlib ki, o tövhid içində sidqliyi, yəqinliyi və xeyir əməlləri ağır basır. وَالَّذِينَ يَدْخُلُونَ النَّارِ مِمَّنْ يَقُولُهَا. Deyir, o kəslər ki, cəhənnəmə girəcək, hansı ki, la ilahe illallah deyib, cəhənnəmə girəcəklər, o kəslər. لَمْ يَقُولُهَا بِسِدْقٍ وَالْيَقِينَ تَمَّيْنِ الْمُنَافِينَ لِلسَّيِّئَاتِ. Deyir, onlar o kəlməni
sidq və yəqinliklə deməyənlərdir. Tam sidq və yəqinliklə deməyənlərdir. Hansı ki, o tam sidq, o tam yəqinlik günahlara əngəl olardı onda. Və yaxud da o ağır basmazdı o günahlar. Və yaxud da onu dedikdən sonra günah əldə etməzdi, qazanmazdı və günahları yaxşılıqlarına ağır gəlməzdi. Əksinə, o günahlar onun kəlmə-i şəhadətdəki yəqinliyini, sidqliyini zəiflədir və ondan sonra o kəlməni sidqlə və yəqinliklə, tam sidq və tam yəqinliklə deyə bilmir. Çünki günahlar istər-istəməz sidqliyə və yəqinliyə təsir edir. Və bunu deyənlər var, yəni həmin bu halda olan insanların gücü çatmır ki, etdiyi əməl o pislikləri silsin. Alimlərin çoxu, həmçinin İbn Qeym və İbn Rəcəb və başqaları bunu zikr etmişdilər. Səhərdən bu dediklərimizi İbn Qeym və İbn Rəcəb və başqa alimlər zikr edirlər. Və müəllif buyurur ki, Şeyxülislam deyir, bu hədisləri cəm edib, deyib ki, bu hədisdə dəlil var ki, ehtiqat etmədən kəlmə-i şəhadəti deməyin heç bir faydası yoxdur. Və yaxud da bunun əksi, kəlmə-i şəhadət deyirsən, ya ehtiqat etsən, amma kəlmə-i şəhadət demirsən, və kəlmə-i şəhadət deyirsən, ehtiqat etmirsən, heç bir faydası yoxdur. Və təhrimun nər ələ əhli təvhidil kəmil. Deyir, od kimlərə haramdır? Kamil şəkildə tövhidi əməl edənlərə. İndi tənbihə keçirik. Qurtubinin tənbihinə. Bununla da bitiririk mövzunu. Biz bir dənə hədis zikr etdik dərsin başında. Dedik ki, cəhənnəmdən bir qrup insanlar çıxacaq. Hansı ki, la ilahə illallah deyir. Hansı ki, o kəlməni deyənlər qəlbində buğda qədər və ya xardal qədər və ya zərrə qədər xeyir var. Qəlbində. İndi bu qəlb sözünü Tabari açıqlayır. Qurtubi açıqlayır. Deyir, orada iman var ha. İman. O hədisdə keçən iman o iman elə imandır ki, cavarih əməllərə dəlalət edir. Yəni, onun qəlbində buğda qədər xeyir var, xardal qədər xeyir var, zərrə qədər xeyir var. Deyir, bu xeyir qəlb yox, zahiri əməllərin xeyridir. Nəyə görə? Nəyə görə deyir bunu? Yəni, nəyə görə deyir ki, burada söhbət qəlbdə olan əməldən getdir? Zahirdə əməldən gedir. Deyir ki, çünki əməllər imanına doyur. Çünki deyir, Allah Taala bir hədis var axı. Allah Taala deyir, mübarək ovucunu atacaq cəhənnəmə və oradan heç bir xeyir etməyənləri çıxarılacaq. Hə? Ləm orada əməl gəlir. Deyir, ləm yə'məlu xeyran qattun. Heç bir xeyir əməl etməyənlər. Deyir, bu hədis dəlalət edir ki, bundan öncəkilərdə xeyir əməl var idi. Deyir, axı, buğda qədər xeyir var idi. Xardal qədər xeyir vardı, zərrə qədər xeyir vardı. Həmin o deyir, onlar əslində əməl edənlər idi. Lakin günahları o qədər çoxdur ki, onların sidq və yəqinliyini o qədər zəiflətmişdir ki, o gətirdiyi tövhidin əsli var ha. Gücü çatmayıb ki, bunları ilk işin başında cəhənnəmə atmamağı. Çatmayıb gücü. Atıb cəhənnəmə, günahlar yulandan sonra oradan çıxardır. Deyir, bu hədis dəlildir ki,
həmin o hədisdə söhbət zahiri əməllərdən gedir. Xeyirdə məqsəd zahiri əməldir, qəlb əməli deyil yəni. Yəni Allah Azze ve Celle bizi tövhid əhli olaraq yaşatsın və tövhid əhli olaraq canımızı alsın və bizi salihlərə qovuştursun. Və barakallahu fikum. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Ünlür bəsələr.